Salam uşaqlar. Bugün biz sizinlə 6-cı sinif təbiət dərsliyində olan Arximed qüvvəsinin öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxacağıq. Əvvəlcə birinci tapşırığa keçək. Birinci tapşırıqda deyilir: Gəmidəki yükləri boşaltdıqdan sonra gəmiyə təsir edən Arximed qüvvəsi necə dəyişər və nə üçün? Uşaqlar, biz öyrənmişdik ki, Arximed qüvvəsi nə idi? Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmi artdıqca artırdı. Baxın, cismin mayeyə batan hissəsi dedikdə nəyi nəzərdə tuturuq? Fikir verin burada, gəmi əvvəlcə bu hissəyə qədər, yəni bu hissə qədər batmış olub, üzərində yük olduqda. Amma üzərindən yükləri götürdükdən sonra isə bu hissə qədər batmış olub. Arximed qüvvəsinin anlayışını biz izah etdikdə nə demişdik? Bayaq dediyim kimi, mayeyə batan hissəsinin həcmi artdıqca artır. Baxın, birinci hissədə mayeyə batan hissəsi bu qədərdir. İkinci hissədə isə mayeyə batan hissəsi isə bu qədərdir. Buna deyək V2, buna deyək V1. Hansı böyükdür? V1 böyükdür, yoxsa V2? Əlbəttə ki, V1 V2-dən daha böyükdür. Demək ki, gəmi yüklə dolu olduqda Arximed qüvvəsi daha çox olmuş olur. Yükləri boşaltdıqdan sonra gəmiyə təsir edən Arximed qüvvəsi necə dəyişər? Azalar. Nə üçün? Səbəbini də izah etdik. Çünki Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmindən asılıdır. Burada həcm azaldığına görə də Arximed qüvvəsi azalmış olur. Daha sonra keçək ikinci məsələyə. İkinci məsələdə deyilir: Nicat topu suya tam batırıb əlindən buraxır. Topun hansı vəziyyətində ona təsir edən Arximed qüvvəsi daha azdır? Nə üçün? Yəni, Nicat topu, yəni eyni topdan söhbət edir. Buradakı topla buradakı top eyni topdur. Sadəcə olaraq birinci dəfə əli ilə topu suyun tam mərkəzinə salmış olur. Sonra əlindən buraxır, top yüngül olduğuna görə yuxarı qalxır axı. Yarı hissəsi suyun altında, yarı hissəsi də suyun səthində qalır. İndi deyir ki, hansında ona təsir edən Arximed qüvvəsi daha azdır və nə üçün? Top yüngül olduğu üçün suyun üzərinə qalxır və yalnız bir hissəsi suda qalır. Bu zaman batmış həcmi tam həcminə nisbətən daha az olur. Bax, görürsünüz burada, batmış həcmi işarələyək. Bax, batmış həcm tam həcminə nisbətən daha az olmuş olur. Deməli, Arximed qüvvəsi də azalır. Niyə görə azalır? Çünki, axı, bayaqlar dedik, Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmindən asılıdır. Baxın, burada mayeyə batan hissə bu qədərdir. Amma o topu əli ilə tutub suyun içərisinə saldıqda isə mayeyə batan hissə bu qədərdir. Hansında həcm daha çoxdur? Birincidə daha çoxdur, yoxsa ikincidə? Əlbəttə ki, birincidə daha çoxdur. Ona görə də o Nicat topu əlindən buraxdıqda ikinci vəziyyətdə topa təsir edən Arximed qüvvəsi azalacaq. Nə üçün? Səbəbini izah etdik. Səbəbi bir daha üzərindən keçək. Ona görə azalacaq ki, bu zaman ikinci vəziyyətdə cismə təsir edən Arximed qüvvəsi az olmuş olacaq. Səbəb çünki burada batan hissənin həcmi daha azdır. Daha sonra keçək növbəti öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizin yoxlayın hissəsini yazaq. Burada bizə deyir: boş xanalara uyğun gələn sözləri müəyyən edin. Onlarla kütləsi olan nəhəng gəminin suda batmamasının səbəbi onun su tərəfindən, nə yazaraq bura? Su tərəfindən itələmə qüvvəsinin olmasıdır. Bunun tərs izahında veriliblər orada. Oxuduğumuz zaman qarşımıza çıxmış olur. Su tərəfindən gəmiyə tətbiq olunan bu qüvvə, yəni su tərəfindən tətbiq olunan o itələmə qüvvəsi nə adlanır? Nə adlanırdı? Bəli, Arximed qüvvəsi adlanır. Arximed qüvvəsi.
və onun istiqaməti hansı istiqamətdə yönəlir? Ağırlıq qüvvəsinin əksinə, yəni ağırlığın əksinə istiqamətinə yönəlmiş olur. Gəminin suya batan hissəsi artdıqca həmin qüvvənin qiyməti də bayaqları izah elədik də, yəni gəminin suya batan hissəsinin artdıqca həmin qüvvənin qiyməti də artır. Ay uşaqlar, bunun üzərindən bir daha izah edeyim. Çünki yazı yazdıqca izah etmək biraz çətinləşir. Baxın uşaqlar, nəhəng, istəyir nəhəng kütləsi olsun, istəyir və yaxud da ki, az kütləsi olsun, fərqi yoxdur. Gəminin suda batmamasının səbəbi və yaxud da ki, hər hansısa bir cismin suda batmamasının səbəbi həmin cismə itələmə qüvvəsinin təsir etməsidir. Bayaqları izah elədik. Və tutaq ki, lap burada topu götürək. Əlimizi bu topdan götürsək, top suyun səthində qalacaq da, düzdür. Səbəb nədir? Səbəb ondan ibarətdir ki, çünki bu topu yuxarıya doğru bir itələmə qüvvəsi təsir edir. O qüvvəyə deyilir Arximed qüvvəsi. Daha sonra su tərəfindən gəmiyə tətbiq olunan qüvvə Arximed qüvvəsi adlanır. Onun istiqaməti necə yönələcək? Yadınızda saxlayaq, Arximedin istiqaməti həmişə ağırlığın əksinə olur. Topun ağırlığının istiqaməti hansı tərəfədir? Aşağıya doğrudur da, düzdür? Demək ki, Arximedin istiqaməti həmin ağırlığın əksinə yuxarıya doğru olmuş olacaq. Sonra gəminin suya batan hissəsi artdıqca həmin qüvvənin qiyməti də artır. Bayaqlarda izah elədik. Burada yadınıza gəlir. Gəminin batan hissəsi daha çox olanda dedik ki, Arximed qüvvəsi daha çoxdur. Nəinki az olanda. İndi isə keçək ikinci məsələyə. İkinci məsələdə deyilir. Həcmləri müxtəlif olan 3 top şəkildəki kimi suya batırılır. Hansı topa təsir edən Arximed qüvvəsi daha böyükdür? Uşaqlar, fikir verəyin. Topların hər biri eyni səviyyədə batırılıb. Baxın, topların hər biri eyni səviyyədə, eyni dərinlikdə batırılıb. Amma topların həcmindən asılı olaraq birinci cismin həcmi bu qədər V1 deyək, ikincinin həcmi bu qədər V2 deyək, üçüncünün həcmi isə bu qədər olan hissədir. Buna da deyək V3. Biz Arximed qüvvəsini izah etdikdə demişdik ki, hansı cismə suda batan hissəsi daha böyükdürsə, ona təsir edən Arximed qüvvəsi daha böyükdür. V3-ün həcmi V2-dən böyükdür. V2-nin də həcmi V1-dən böyükdür. Onda müqayisə etsək, üçüncüyə təsir edən Arximed qüvvəsi ikincidən böyükdür. İkinciyə təsir edən Arximed qüvvəsi də birincidən böyükdür. Demək ki, burada bizə soruşurdu ki, hansı topa təsir edən Arximed qüvvəsi daha böyükdür? Demək ki, üçüncü cismə təsir edən Arximed qüvvəsi daha böyük olmuş oldu. Nə üçün? Səbəbini izah etdik. Çünki həcmi artdıqca, cismin suda batan hissəsinin həcmi artdıqca, Arximed qüvvəsi də artır. Daha sonra keçək uşaqlar üçüncü tapşırığa və üçüncü tapşırığı həll edək. Burada deyilir ki, birinci balıq hərəkət etmir, ikinci balıq üzür. Eyler-Venn diaqramının hissələrinə uyğun ifadələri müəyyən edin. Bəli. Baxın uşaqlar, birinci cisim hərəkət etmir, amma ikinci cisim, yəni ikinci balıq üzür. Birincisində deyir, ağırlıq qüvvəsi təsir edir. Sizcə, birinci cismə ağırlıq qüvvəsi təsir edir, yoxsa ikinci cismə ağırlıq qüvvəsi təsir edir? Əlbəttə ki, hər iki cismə də ağırlıq qüvvəsi təsir edir. Çünki hər iki balığın da kütləsi var. Əgər bir cismin kütləsi varsa, ona mütləq və mütləq şəkildə ağırlıq qüvvəsi təsir edir. Ona görə də A variantı hər ikisinə uyğun gəlmiş olacaq. Sonra deyir, Arximed qüvvəsi təsir edir. Sizcə birinci cismə mi Arximed qüvvəsi təsir edir, yoxsa ikinci cismə mi Arximed qüvvəsi təsir edir? Bəli, hər iki cisimə Arximed qüvvəsi təsir edir. Çünki hər iki cismin kütləsi var. Əgər cismin kütləsi varsa, mütləq və mütləq şəkildə suda, su səthində həmin cismə Arximed qüvvəsi təsir edir. Ona görə də B variantının yenə də hər ikisinə yazmış olacaq.
Üçüncüsünü oxuyaq. C variantını oxuyaq. C variantında deyilir ki, suyun müqavimət qüvvəsi təsir edir. Yəni suyun müqavimət qüvvəsi təsir edir. Suyun müqavimət qüvvəsi nə vaxt təsir edər? Əgər durğun sudan söhbət gedir də, yəni burada sözsüz olaraq. Durğun suda əlbəttə ki, balıq hərəkətdə olduğu zaman su balığa müqavimət göstərmiş olur və ona görə də suyun müqavimət qüvvəsi yalnız hərəkət edən cismə göstərmiş olur. Ona görə də suyun müqavimət qüvvəsi təsir edir. Yazırıq C variantına. Suyun müqavimət qüvvəsi təsir etmir. Suyun müqavimət qüvvəsi əlbəttə ki, hərəkətdə olmayan cismə təsir etməz də. Ona görə də təsir etmir hissəsini də yazacağam birinci hissəyə. Belə uşaqlar, bugünlük bu qədər. Uğur olsun sizlərə. Kanala abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.